İradə xan, bu İmpuls siz nəyə verir. bənzəyir? Biz axırıncı dəfə İstanbuldan gələndə İstanbul aeroportunda məlum orada hər millətdən adamlar var idi. Bir anlıq mən bütün səsləri sıfırladım, sadəcə mimiklərə baxdım. Mən mimiklərə baxanda əslində insanların hər birinin ortaq dilinin olduğunu gördüm. Biz əslində dilləri, bədən dili deyirlər bədən də. dilini, amma üzündəki ifadələrdən mən bunu hiss eləməyə başladım. Biri gecikirdi, biri təəssüf eləyirdi, biri, yəni hisslərin adlarını burada açıqladım və mən orada başa düşdüm ki, əslində uşaqlıqdan öyrədilir ki, ingilis dilini öyrənməlisən və yaxud da başqa dilləri qarşı deyiləm, bunlar öyrənilməlidir, amma insanların özünün hər birinin individual bir dili var. Biz bu dili oxuya bilmirik. O bədən dilini var, çoxdanın məsələsidir. Bədən dili ilə hətta cinayət işləri açıblar. İndi bir misal çəkəcəm bu danışığımız içərisində. Amma bir də var enerji dili. Enerji dili. Hə. Məsələn, açın Mehriban Ələkbərzadənin şəklinə baxın. Açın indi baxın, əgər açıb baxsınız. Mən bilirəm, hə. Siz o şəklə baxın. Qonşudur da burada hətta. Hə. O şəklə baxın, özü çox sevirəm mən o xanımı. Bir ara bizi bənzədirdilər də hətta. Mehriban xanımın şəklinə baxsaz, başa düşərsiniz ki, o qadın danışmır. Şəkildən sizə baxır. Başa düşərsiniz ki, mən buna hər söz deyə bilmərəm. Hə. Mən bundan ehtiyatlı olmalıyam. Çünki hətta şəkildən o sözü deyir. Buna deyirlər enerji dili. Enerji dili nədir? Siz danışmasanız da içinizdə danışırsınız. Bax, mən onu da duyuram. İnsan danışmır, içində danışır. Bax, onu da təxmin edə bilirəm ki, bayaqları biz başqa bir çəkilişdəydik. Yanımda da başqa bir əməkdaşımız var. Bizdə də Fidan xanım görür o çəkiliş işlərini. Dedim ki, Fidan, biraz tələs, Çilənayın çox getmək istəyir. Çilənə də belə baxdı, istəmir bildirsin ki, mən getmək istəyirəm də. Belə baxdı mənə. Dedim ki, sən səhərdən ürəyində deyirsən ki, mən getmək istəyirəm. Bunlar tez qutarsaydılar, çıxıb gedərdik. Deyirəm. Deyir, indi sizin yanınızda ürəyimizdə də danışmayaq. Deyirəm, danışma, eşidirəm. Eşidirəm yox, hiss edirəm. Ki, insan bu dəqiqə nə düşünür, içərisində nə var? Bax, onu o səs impulslarının içərisində də çox çətin bir şeydir əslində. Mənim üçün asan da, amma qıraqdan olan insanlara qəribə gəlir. Qəribə. Yoldaşım birinci onu məndə kəşf eləyib. Deməli, zəng edirdi mənə, tam danışırdı. Deyirdim ki, falan kəslə oturmusan. O da bir 5-6 dostu vardı. Deyirdi ki, nə bilirsən ki, məsələn, tutalım mən Vüqarla yox, tutalım Əkbərlə oturmuşam. Hardan bilirsən bunları? Deyirəm ki, bax sən o yanında, Vüqar yanında olanda səs tonun başqa cür olur. Amma o birisinin yanında səs tonun daha rahat olur. O rahatlıqdan bilirəm ki, falan kəsin yanındasan. Yəni, insan da yanındakı adamlara görə səsini təyin edir. Yanıldığınız olub? Bəlkə də olub, bəlkə də olub. Amma indi yadıma salıram, bu yaşıma qədər, düzdür, məndə əvvəl belə bir şey güclü deyildi, hissiyat şəklində idi, intuisiya şəklində idi. Amma bu yaşıma kimi mənə məsələn Allahdan olmayıb. Demirəm ki, Allah da bilməzlər məni. İnsanam, bəlkə də bəxtim gətirib ki, qabağıma fırıldaq çıxmayıb. Eləsi çıxar ki, bəlkə də Allahdardır. İndən sonra çətin olar. Amma yəni bu günə kimi yəni məni heç vaxt heç kəs aldatmayıb. Və kimə də nə diaqnoz qoymuşam, bir müddət sonra, məsələn, adam, mən həmişə deyirəm, yeganə insanam ki, bütün səhvlərimin altından imza qoyaram. Çünki onların 90%-ni bilə-bilə eləmişəm. Bax, bilmişəm ki, gedib burada düşəcəm sıldırımdan. Demişəm ki, əşi, ev yox, bəlkə düşmərəm, bəlkə mənə elə gəlir. Bəlkə mən elə fikirləşirəm, özüm çox belə sərt yanaşıram filan kəsə. Yox, elə həmən şeyi də mənə qaytarıb. Demişəm ki, ay Radə, nə çəkdi, sən bilirsən də bunu bacı. Sən özünü niyə incidirsən?